Niyə ABŞ, Kanada, Yaponiya, İngiltərə, İsveçrə kimi qabaqcıl iqtisadiyyat olan ölkələrdə işsizlik sıfır deyil? Axı ideal iqtisadiyyatda hər kəsin bir işi olmalıdır. İnsanlar belə düşünür. Təsəvvür edin ki, siz yeni bir iş yerindən təklif almışsınız və haldakı iş yerindən çıxmışsınız. Yeni iş yerində bir ay sonra başlayacaqsınız. Bu növbəti bir ay ərzində siz rəsmi olaraq işsiz hesab olunursunuz. Bundan əlavə, hər il minlərlə tələbə universiteti bitirirlər və iş yerinə axtarışına keçirlər. Və bu dövrdə onlar da işsiz hesab olunurlar. Bu əlavə olaraq iqtisadiyyat davamlı şəkildə yenilənir. Bəzi iş yerləri bağlanır, bəzi xidmətlərə ehtiyac qalmır. Ancaq onun yerinə tamamilə yeni bir iş yerləri formalaşır. Misal üçün, əvvəllər şəhərlərdə ən qədər video kaset satıcıları vardı. Amma artıq onlar yoxa çıxır. Yerini isə data analitika, süni intellektli əsaslar olan iş yerləri formalaşır. Və insanlar yeni bacarıq bilik əldə edənə qədər müəyyən dövrdə işsiz qalırlar. Biz buna artıq iqtisadçı olaraq deyirik ki, işsizlik iqtisadiyyatın təbii bir hissəsidir. Yəni biz buna ingilis dilində natural rate of unemployment deyirik. Yəni işsizlik müəyyən səviyyədə olmalıdır. Hətta belə bir fikir formalaşdıra bilərək ki, sizdə 0% işsizlik çox da yaxşı bir şey deyil. Niyə? Çünki düşünün ki, hər kəsin işi var, hər kəs işləyir. Artıq şirkətlər işçi tapmaqda çox çətinlik çəkəcəklər. Buna görə də maaşlar həddən çox artacaq. Maaşlar artdığına görə inflyasiya gətirib çıxaracaq və bu da iqtisadiyyata mənfi təsirləri ola bilər. Yəni məsələ işsizliyin olub-olmasını deyil, məsələ iqtisadiyyatın rifahının balanslı şəkildə aparılmasıdır. Xoş olun.